axşam vaxtı yenə də əllərim dinc durmadı. Bilirsiniz, bu əslində, yəni ki, bu manqalda yeməyi bişirmək vaxt az aparır. Həmçində yəni bu şişləri ya digər avadanlığı da həyətdə elə birbaşa yumaq olur. Ona görə adam nəsə başqa bir şey bişirməkdən fikirləşsən ki, hələ manqalla yola verim, əldən getsin. İndi bu gün də bir dənə Gürcü şərabının dadına baxacağam və bizim şərablarla müqayisə edəcəm. Şərab üçün zakuskamız da demək olar ki, hazırdır. Bəh, pişməyə bax. Əla. Ujinimiz hazır. Bax, belə qəşəng, qızarmış, hər tərəfli, ləzzətli və belə axşam yeməyi çıxdı. Masamız hazır. Bax, belə skromlu masa. İçməyi də ki, bugün içəcək, bax, bu sapiralini. Görək, necədir. Bu da steak, baxın, bax, kesiləndə, aralarında. Həmişə kimi əla. Baxın, gedir özündən, bax. İndi də dediyim kimi, söz verdiyim kimi, Badagoni, Gürcüstan istehsalçısından olan Sapiravi şərabının dadı ilə, yəni öz fikrimlə sizlə bölüşmək istəyirəm. Yaxşıdır. Orta hesabla yaxşıdır, yumuşaqdır. Bax, belə biraz interesli dadlar var burada. Elə bil ki, Çernosliv var, nə deyirlər onu bizə, Azərbaycan dilində ona. Onun yəni dadları hiss olunur, belə muskat dadı hiss olunur. Yəni ki, yaxşıdır. Sizin sağlığınıza qəlbdən qəlbə.